Çox gözəl, yeni satışa çıxmış evlərimizi gəlmişəm təqdim eləməyə sizə. Zabrat Maşdağa yolunda Notariusun arxası istiqamətdə, sıx yaşayışda, gözəl yerləşmədə 3 otaqlı, paket kupcalı, yəni evin də torpağın da kupcası çıxarışı olan həyət evlərimiz çıxıb satışa. Qiymətlər həqiqətən gözəl qiymətlərdir. Videoya sona qədər qulaq asın, bütün məlumatları qeyd eləyəcəm. Kanalımıza abunə olun ki, öncədən təşəkkür eləyirəm. Kanala abunə olun ki, daha çox evlərimizi görə biləsiniz. Görün, maşallah, nə boyda qəşəng, geniş həyəti var evimizin. 3 otaqdır və qiyməti super qiymətdir. 71.000 manata. Arxa hissəsinə baxın. Belə boşluq sahə saxlayıblar. Həyəti də genişdir maşallah. Kürsülü qoşa daşla tikilən evdir. Alana da satana da xeyirli olsun. Ev arzulayanlara da evlər, gözəl evlər qismət olsun. Kim ki videolarımıza baxır, özünə ev arzulayırsa, vallahi elə gəlsin. Elə bir gün mənim özümdən müştərim olsun. Mən də belə manifest edirəm. Necə siz videolarıma baxıb ev arzulayırsınızsa, manifest edirsinizsə. Zabrat Maşdağa yolu Notariusun arxasında 3 otaqlar. Həyəti daha geniş, evi daha böyük olanlar da var içlərində. Qiymətlər 75.000-dən başlayır. Bu evimizin qiyməti 71.000 manatdır. Mətbəxini göstərirəm sizə, əziz izləyicilər. Bu evimizin mətbəxidir. 3 otaqdır, geniş evdir. Yəni təmir də gözəl, açıq rəngdə təmir olunub. Aboylar da zövqlü. Yeri də göstərim sizə. İşıqlı evdir gördüyünüz kimi. Heç mən işıqları yandırmamışam. Evin də torpağın da kupcası, yəni çıxarışı var. Hər ikisində olan da kupca, paket kupca gedir. Yəni çox adam bunu bilmir, ona görə dedim. Bura bizdə bir yataq otağıdır. Özdə sahəsi də yaxşıdır, dar-darısqal otaq deyil. Əşyalar, mebellər rahatlıqla yerləşəcək. Sanitar qovşağını göstərirəm. Kanala abunə olub, videonu bəyənib paylaşanlara öncədən təşəkkür edirəm. Allah hər kəsə olduğu sahədə bol ruzu versin, işi avant olsun. Və sonuncu, 3-cü yataq otağımızı da göstərirəm sizə. Evimiz qoşadaşdır, kürsülüdür, kombi xətləri çəkilib. Pəncərələrin də qarşısını daş divar hasar kəsmir. Bu evlər yeni çıxıb satışa, amma çox tezdə satılacaq. 75.000-ə həyəti daha böyük olanlar var. Yəni, fərqli qiymətlərdə, fərqli həyətdə ev kvadratı daha böyük balacalığına görə dəyişir. Bu qiymətlər. Zənglərinizi gözləyirəm. Alana da satana da xeyirli olsun. Çox sağ ol deyirəm videonu bəyənib paylaşanlara. Hələlik.